Sonuncu dəfə nə zaman restoranda hesabı düşünmədən yemək yemisiniz deyə soruşduq. Sonuncu dəfə restoranda nə zaman hesabı düşünmədən yemək yemisiniz? Her şey olar, düşünmədim. Gərək onda dəm olasan da düşünməyəsən. Ya da ki, pulun o qədər çox olsun ki, başım geçsin. Pulunuz nə zaman çox olub ki, hesaba baxmadan yemisiniz? Öyle bir xoşbəxtlik mənə elə nəsib olmuyor. Qiymətlər necədir restoranlarda? İnsanların bütçəsinə uyğundur mu? Valla indi her gün restoranda indiki hal-hazırki şəraitdə o maaşlarla yemək olmur. Onu gərək aylıq gəliri necə olmasa bir günübə bir 200-300 dollar düşsün ki, onda restoranda hər gün yesin. Mesela siz aldığınız pensiya ilə ailə üzvlərinizi apara bilərsinizmi restoran? Göz danışmayın da. Mən deyim ki, dalamısınız. Pensiya ilə heç şeydir, kommunal xərcləri güclə verirsən. Hay Allah, laf çoxdan yadımda deyil. Vallahi heç mən restoranda oturmamışam deyəcəyəm, inanmayacaqsınız. Heç vaxt. Niyə görə? Özümüzün yeməklərimiz daha yaxşıdır. Özümüz pişirən, səliqəli, yağı bilirsən nədir. Hiç olmazmı restoranda oturasınız, yemək yiyəsiniz? Yaxşısı budur ki, ev xanım evdə oturub pişirib yeyər, qonaqlayar, camaatı da gələr yeyərlər. Mən elə... Mesela şu evladlarınız falan gedirmi? Mesela hesablar, qiymətlər... Oğlanlarım bilir. Mesela qiymətlər necədir? Qiymətlər... Onlar mənə qiymətlərin necə olduğunu demir. Onlar bu anda 300-400 mat şot verib çıxırlar oradan. Amma onu bilirəm, ciblərindən tapmışam. Ötən illəriniz baxan qiymətlər necədir? Artır. Dəhşət. Səncə də artmır? Münasibətiniz necədir? Münasibət deyəndə nətə olacaq? Qiymət artımında kimi münasibət yaxşı düşür? Arta gedir də. Yaxşı deyil. Artmasın da, nə var? Bir iki nəfər gələndə azı 30 manat yeri verməniz. Qiymətlər normaldır mı indiki dönəmdə? Bağlıdır. Sən nədir? Qabaq yaxşı idi, indi bağlıdır. Sonuncu dəfə nə zaman heç vaxt Ya həmişə düşünmüsünüz, düşünməmişsiniz? düşünmüşəm həmişə. Niyə görə düşünmüsünüz? Yəni cibimdəki pula görə sifariş vermişəm də, bəlkə çox gələcək ona görə yəni. Yəni bahadır mı? Baha deyil, baha deməzdim. Yəni hamının cibinə uyğun yerlər var da. Baxırsan oturduğun yerə də, ona görə baxmaq lazımdır hesaba məncə. Bahalaşma var hər şeydə olduğu kimi, bunda da var yəni. Hər yerdə, bütün ölkələrdə qalxır da qiymətlər, bizdə də onun kimi. Düzdür, maaşda bizdə qiymətlər bahalaşmaya nəzərən az qalxır, amma yəni bahalaşma normaldır. 400 manat maaş olan biri 100 manatlıq hesab ödəyə bilərmi restoran? Xeyr, əlbəttə ki yox. İnanın ki, yalan deyirəm. Keçən il olar. Keçən il. Onda qiymətlər necə idi? Məsələn, ötən illərə nisbətən. Yəni bu ildən xəbərim olmadığına görə keçən il normal idi əslində. Yəni keçən il üçün normal idi, amma bu illə də müqayisə eləyə bilməyəcəm çünki olmamışam. Getməmişəm. Hər zaman hesabı düşünüb sifariş eləmişəm. Yəni uyğundur. Uyğundur. Məsələn, maksimum nə qədər hesab verdiyiniz olur? Mən verməmişəm hesabı, yoldaşım verib hər zaman. Amma yəni ki, günümüzü keçirtmişik də. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala abunə olmağı unutmayın.